Bismillahirrahmanirrahim. وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Rəhmət aylarından biri sayılır ki, əziz qardaşım, Axund özü bayağı qeyd edəndə nəticədə ki, bu 3 aylıq deyərlər buna. Allah Teala bütün ölənlərimizi bu ayların hörmətinə xatir bağışlasın inşallah və öz günahlarımızı da bağışlasın inşallah. Bu niyyətə, mərhumə ananın ruhuna salavat zikr edər. Oğlub günə gəlib yetişmişik, söhbət buradan getmir, ondan oğlub gəlib yetişib ki, biz də o zaman gəlib çıxmışıq. 2 dənə şəhidə, bir dənə şahidinin oğludur. 3 oğlub deyirik də, biz 2 şəhid, yəni Kərbala şəhid, biri Həzrət Mahüseyin Allah, biri Həzrət Əbəlfəz, bir dənə də şahid olan Səccad əleyhissalam ki, o şəhədanın halətindən şahid edir. Əymiyyətlər əleyhissalamın məsumların əvvəl bunların özünün mərifəti xüsusi formada insanların həyatında bizim həyatımızda öz təsirini qoymasa, bizim onlarla bağlı məlumatımız özümüzün məsuliyyətimizi artırıb və cavab müqabilində əzabımızın çoxalmağına səbəb olar. Baxın, o bir zaman var, İmam Baqir əleyhissalam gəlmişdi, Məkkəni ziyarət eləmişdi. Hədisin ləhmə və göstərək azı. O ziyarətin tamamından sonra çəkilmişdir bir ara Kəbədə, baxırdı Kəbəyə. Baxırdı ki, cəmaat da təvaf edir. Çox mühüm mətnlər var bu rivayətin içində. Mən vaxt çox almayayım, ailə qısasını deyirəm, sözümün əhəl şahidinə xatır. Baxırdı bu cəmaatın təvafına deyildi ki, elə cəmaat cahiliyyət dönəmində də bu Məkkəni belə ziyarət edir, Kəbədə belə ziyarət edir. Vacibi səslərəm sənin, Allah, Muhammed, ya Əli, sənsən dilimin əzbəri, həqqi imamət, ya Əli. Qurbanım Şahi Kərbəla, oğlun İmam Hüseynəm, bağışlayacam şəhidləri, Həsən Müstabəyə qeyrətli Abbas oğlunan Əl-Üzməri ətəyindən, günahkar olsaq da bizə eylə şifaət, ya Əli. Bir-birimizlə danışanda, ümumiyyətlə insanlarla danışanda qulu linnasi hüsna. Onlara gözəl sözlər deyin, xoş sözlər deyin, bəyənilən sözlər deyin. Amma valideynlərə gələndə isə və qullahuma qulən kərimə, onlarla daha çox nəzafətli, nəzakətli, daha çox lətif sözləri, ən zərif sözləri tapın, deyil. Gərək nə boyda qəlbində məhəbbət ola, lütf ola, özündə bir zərif, bir lətif bir ruhun ola ki, elə bir sözlər deyilvə gələdə. Rahmanirrahim, ya Rahmanu, ya Rahim. Və seni hərdən Hüseyin könlümdə bu can istəyir. Aləm aşıqdır sənə, kün canı canan istəyir. Eşq edəndən vurma ey qafil, məgər bilməz misən? Gərç aşıqsan bu yol, eşq üzrə qurban istəyir. Məşhur hədisdir, Avəşidir, cənnət anaların əyaqlarının altındadır. Bunun bir qədər diqqətlə düşünməsi yeri budur ki, cənnət üçün yolu, qapının özünü doğru dildə söylüyor, Luki ananın ayağının altına koymuyorlar.
Bəlkə istəyirlər bizə başa salalar ki, cənnətə meylün varsa, ananın ayağının altı qədərində özünü onun qarşısında əskilməlisən, o ayağının altına qədər əyilib aşağı getməlisən, cənnət sənə gəlir. Boşuna demir Allah Qur'anda ki, وَلَا تَقُلْ لَهُمَا اُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا. Allah Qur'anda buyurur ki, valideynlərinizə uf belə deməyin. Əziz canlılar, təfsircilər deyirlər, bilirsiniz Allah niyə orada uf kəlməsini işlədi, başqa bir irad eləməyib, deyib valideynimizə uf belə deməyin. Çünki bir övladın valideyninin əleyhinə deyə biləcək ən balaca etiraz o uf kəlməsidir. Ən kiçik bu. Ay oğuldur falan işi gör, uf. Abala, qabının altası koyma, uf. Əyni bəlkiyin, uf. Sonra çıxanda özü yaşapar, uf. Ən qısa etiraz ki, övlad eləyə bilər valideyninin üzünə, ən balacası uf deyil. Allah deyir, onu da eləməyəcəksin.